dağlar değil, çekmesin bir de dumandan perde, dözmərəm dərdə, Hamınızı qədim Azərbaycan torpağı Laçın rayonunun ərazisində salamlayıram. Çox sağ olun ki, büyüyümüz bir yerdəyik. Və köhnə xatirələr yaza düşdü bura gələndə. Ən başlıcası odur ki, biz bu Xoçaz dağı gördüyünüz o möhtəşəm başı bulutlu Xoçaz dağını erməni işğalçılarından azad edəndə hücum əməliyyatı bax bu ərazidən keçdi. Bizim bir tabur, Balay Nəsibovun taburu bax bu durduğumuz yerdən üzü bu yolla dağa hücum elədi. Biz isə gecə ilə bizim batalyon, Qurban, mən, bizim bölüklə, bir bölüklə gəldik. Bax o qayalıqdan sonraki bu yaşıl meşəlik bir şey var, təpə var. Həmin təpənin arxasında, o meşənin içində gecə ilə maskalandıq, gecəni orada keçirdik. Səhər saat 6-da mən 6 nəfər əskərlə o yalın aşırımından sağ tərəfə gəldim. Selin yuduğu yarğan vardı. Həmin yarğanla gəlib keçdim. Bax bu üzbəyüz yaşıllıq var. Erməniləri də bir deşəkası təpənin başındaydı. Təpənin arxasında 4 dənə T-72 tankları dayanmışdı. Bir də artilleriya minamyotları idi. 2 dənə də D-30 topları idi. Oradan aşağıda Pirin bulağı deyilən yer vardı. Pirin bulağındakı ərazidə də bütün mərmilərini öldürmüşlər. 713 var buradan. Çingiz Əliyevin batalyonu, mən ancaq idarə edirdim, o hamımız idarə edirdi. Onlar bax bu yolla, görsəniz də yolun bir hissəsi var. Bu yolla belə hücum edirdilər. Ayın 2-si səhər tezdən biz Qurban, həmin o təpədən ermənilərin deşəkasını vururdu. Qoymurdu ki, onlar mənə nəsə biz zərbə endirsinlər. Mən 6 nəfərlə o Xoçaz qayasının altından gələn yolla gəldim qabağa. Tanklarla aramız 250-300 metr idi. Və tanka ateş açdıq. Agnemyot attı, bir Çeçen var idi, o da vura bilmədi. Sonra bizim öz qumbara atanla həmin xodlanmış, boyavoy vəziyyətli, döyüş vəziyyətində olan tankın qabaq aparıcı verişçisini vurduq. Və tanklar qaldı. Və həmin biz vurduğumuz tankın ekipajı düşdü, qaçdı. O bizə 4 dənə mərmi atmışdı. Mərmilər də kumulativ olduğundan bizə heç nə eləmədi. Gəlib 2 metrelik bizə düşdü, palçızlar üstümüzə tökdü. Və səhər ermənilər tanklarda orada qoydular, bütün nə var hamısını qoyub qaçdılar və biz səhər şəxsi heyət Qurban oradan gətirdi. Buradan da Balay müəllim öz taburunu, idarə etdiyi taburu apardı. Və Çingizgil həmin o dumanın altındaydı. Çingiz Əliyev dumanın altında Xoçaz dağının düz o başından döyüşü idarə edirdi. Rəhman İskəndərov da İskəndərov Rəhman idi, Əliyev Çingizi idi. Hətta biz deməli biz səhər tezdəndən oraya çatanda o komanda verdi ki, Çaqqala ölüm komandası verdi. Komandanın adı belə idi, şərti ad. Çaqqala ölüm komandası verdi və biz hücum elədik. Erməniləri burada harca 42 meyit qalmışdı. Yaralılarını gecə ilə çıxartdılar. Bir də texnikaları. Bu döyüş əməliyyatı bu cür başladı. Uğurla da əməliyyat başa çatdı və biz doğrudan da fəxr edirdik ki, bu dağı biz aldıq. Komandir, icazə verin, bir sual verim sizə. Əlbəttə ki, bu Laçın torpağının, eləcə də başqa işğalda olan ərazilərimizin çoxunda iştirak eləmişsiniz. Bugün, üstündən 30 illərdən artıq vaxt keçməyinə baxmayaraq, bugün buradasınız, döyüşdüyünüz ərazilər haqqında danışırsınız. Hansı hisslər keçirirsiniz? Vallahi, Müşük müəllim, o hissləri bəlkə də dillə ifadə eləmək qeyri-mümkündür. Şəxsən mən qəhərimi zorla saxlayıb danışıram bu sözü. Dünən yolda ağladınız belə. Doğrudan. Balay Nəsibov da sizə qoşuldu, sizlə baxam ağladı. Bu nə cür hissdir? Bax, bunu nə cür ifadə eləyə bilərsiniz? Bilirsinizmi, mən nə tər deyim ki, onu çatdıra bilim. Həyatımın ən xoş anlarından biri şəxsən bax bu döyüş əməliyyatı olub. O vaxt Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ən uğurlu döyüş əməliyyatlarından biri bu Xoçaz əməliyyatı olub. Bunun haqqında yazılar var, kitablarda yazılıb, qəzetlərdə mənim müsahibə alıb məndən.
çox möhtəşəm əməliyyat idi və mən bu günləri bu dağlara baxanda həmin bax o addım-addım sürünə-sürünə irəlilədiyim torpağı görəndə göz yaşlarım zorla saxlayıram açığı. Qəhər məni boğur. Şükür bu günə ki, doğrudan da bax bu ucu bucağı görünməyən bu möhtəşəm Laçın torpağı. Xahiş edirəm bax o buludları da, o qızın arxası tərəfləri də bir lentə altı gör. Biz haralardan, hardan hara gəlmişik. Nələr olub, nələr baş verib. Bu möhtəşəm xalq bu torpağı doğrudan da döyüşlə azad elədi. Bu torpağı öz qanı bahasına, canı bahasına azad elədi. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin və bütün bu döyüşlərdə iştirak eləməyən bütün Azərbaycan oğullarına, Azərbaycan xalqına Allah can sağlığı versin və çox xoşdur bizim üçün ki, bu günləri bizim qədim Laçın torpağında, ulu torpaqda biz bu xatirələrimizi gəlib yad edib bölüşürük. Allah sizlərə də can sağlığı versin ki, bunlar hamısı şəxsən sizin sayənizdə oldu. Sizə minnətdaram, Allah sizə uzun ömür versin və gün o gün olsun ki, sizin Pircahan kəndində biz gələk, sizin balalarınızın, nəvələrinizin, sizi istəyən insanların hamısının xeyir işlərində iştirak edəcək. İnşallah. Tezliklə əhali qayıtsın öz yurduna, yuvasına və biz də gələk ancaq xeyir işlərdə iştirak edək bax bu torpaqda. Sağ ol komandir, Allah razı olsun. Öpürəm, çox sağ olun, təşəkkür. Özünüz bilirsiniz, bu döyüş haqqında o qədər danışmaq olar saatlarla. Sadəcə olaraq vaxt məhdudiyyətinə görə biraz qısa danışdıq. Çox sağ olun, Allah razı olsun. Sağ olun. Bu günləri ayın 6-sıdır, 6-cı aydır. İyun ayının 6-sı. İyun ayının 6-sıdır, 2025-ci ildir. Danışırıq 1992-ci ilin 2 oktyabrda ki döyüşümüzdən. Çünki bu döyüşdə çox hərbi taburlar 710, 11, 12, 13, 14, sonra 700 Laçın polisi çox burada döyüşlər gedir. Ancaq mən bir epizodu demək istəyirəm. Bayaq Bəhrəm müəllim dedi. Deməli 2 oktyabrdır. Çingiz Əliyev 714-ün komandiridir. Məni isə rəhmətli Zadir Rzayev onun tabeçiliyinə verib, ona kömək eləyirəm. Elə oldu ki, 2 oktyabr əməliyyatı həvalə olundu Çingiz Əliyevə. Çingiz Əliyevlə, bax orada biz ərazinin kəşfini, Soyuqbulaqdan üstündən, bax oradan ərazinin kəşfini keçirdik. Orada çox zabitlər vardı, mən bir adlarını çəkmirəm. Ərazinin kəşfini keçirdik. Hamımız olduq Çingiz Əliyevin tabeçiliyində 2 oktyabrda düşməndən bu Hosaz dağını azad eləməliyik. Burada dəfələrlə hücum olmuşdu. Bizdən öncə 713 burada ağır döyüşlər keçirmişdi. Səhv etmirəmsə, o döyüşdə şəhidləri də burada olmuşdu. Mən bir epizodu danışacağım. Taburu mən idarə edirdim, 714-ü. Burada 2 əskərimiz həmin döyüşdə şəhid oldu. Bir zabitimiz, Əzimov Əzim, burada şəhid oldu. Çox dəyərli bir bölük komandiri idi. Ağdərədə ağır döyüşlər keçirmişdi. Mən demək olar ki, onu çox yaxşı tanıyırdım. Qoçağıdır. Ən ağır istiqamət də bax bu istiqamətdəndir deyilmişdi. Bayaq dedi Bəhrəm müəllim, buradan biz hücum eləyirdik. Mən ancaq öz 714 haqqında danışıram. İndi mən gedəcəm. Bura mən birincisi öz təşəkkürümü bildirirəm ki, bizim bax bizi çəkən qardaşımız 713-ün döyüşçüsü məni indi səhv eləmirəmsə 5-ci dəfədir gətirir. Amma keçən dəfə bəzi məsələlərə görə icazə vermirdilər bura gəlməyə. Mən söz vermişdim ki, Əzimov Əzim, o zabitimiz harada şəhid olub, oradan gelib torpağı götürəcəm. Əlimlə uzadıram. Bax, indi qalxacam. Bax, buradan. Onun o şəhid olduğu yerdən torpağı götürəcəm. Orada şəhid oldu. Buradan biz onu aşağı buraya yendirdik. Skora gəldi. Artıq biz onu burada getirəndə demək olar ki, burada artıq dünyasını dəyişdi şəhidimiz. Həmən də yola saldıq, getdi. Mən nəyi demək istəyirəm, çox danışmayacağım. Möhtəşəm bir əməliyyat idi. 2 oktyabrda
düşməndən dağ azad oldu. Onların tankları, BMP'lerin bayaq deyildi, 41'den 42'den artıq onların orada meyidi qalmışdı, leşləri qalmışdı. Nə qədər yaralıları gecə ilə daşıdılar. Mən artıq 4 oktyabrda demək olar ki, ondan sonra mənim burada heç bir fəaliyyətim olmuyor. 4 oktyabrda əmr verdilər ki, qayıdırsan Kəlbəcərə öz 712 taburumuza. Mən oranın qərargah rəisi idim. Bir dənə Müşfiq qardaşım, bilmirəm, suallarınız olsa başqa, mən gedib oradan bu gətirmişəm, gedəcəm, çünki söz vermişəm, oradan torpaq. Buyur komandir, gedəndə mən də gedəcəm təbii ki, səndən gedib çəkəcəm. Mən buradan yenə yaxınlaşdım, hansı ki şəhid olduğu yeri bildim haraydı. Bir dənə sual vermək istəydim, bəyək Buyurun. komandirimizə də o sualı verdim. Düzdür, 5-ci səfərdir gəlirsiniz, amma cənab polkovnik birinci səfərdir gəlirdi burasına. İndi 5-ci səfər gəlməyinizə baxmayaraq, dünən gələndə siz də yolda elə komandira qoşuldunuz, başladınız ağlamağa. Bax, nə hissi keçirirsiniz? 30 ildən sonra döyüşdüyünüz torpaqlarda gəzirsiniz, Allah'a şükür. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Şəhidlərimizin qanı-canı bəhasına torpaqlarımız işğaldan azad olunur. Nə hiss edirsiniz? Gəzirsiniz o torpaqda. Demək çətin. Allah rəhmət eləsin şəhidlərimizə. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Torpaq yenidir. Ağlayır, gözünü silin. Allah rəhmət eləsin. Əzim doğrudan da çox cəsarətli oğlan idi. Çox doğrudan idi. Bunun əlində bıçaq yox, bir şey yox. Bu nə tək götürəcək? Bax, burada şəhid oldu. Buradan da onun torpağını götürürlər. Təbiət nə qədər dəyişib, nə qədər dəyişib, dəyişib. Oğullarımız var. Gecəni gəldik, bax o meşədə qaldıq. Çiskin də yağış yağırdı. Erməni, görürsən, hava ilə arası 300 metr yoxdur da. Erməninin xəbəri də yox idi. Erməni, mən gedib o tərəfdən gəlib onların üstünə gəlib o yolu kəsəndə Qurban başladı bunları vurmağa. Bunlar onda bildilər ki, bura bizdə adam çıxıb. Gəliblər, burada adam var. Və onlar Çingizgildə düz o qayanın başından o karyerdən gələn yolu vururdular. Oradan gələn qüvvəni qoymadılar gəlməyə. Deməli, siz təsəvvür edin ki, buradan, məsələn, imkanları olsaydı, mən hardasa bunların 250-300 metrinə yaxınlaşmışdım da, tanklara. Tankın ağzını çevirdilər. Dedim, bəxtimiz onda kəsdi ki, orada mərmi düşmüşdü, böyük bir yama açılmışdı. Yamanın içine gizlənmişdi. Yer orada Demək, döşəmiydi. tankidətər vurdular, mərmi Şəhid olduğu yerdən qazdım, götürdüm. Komandir, bunu mənə dəfələrlə demişsiniz, ən azından əhdinizin birini yerinə Bax, yetirdiniz. bu əhdimi yerinə yetirdim. 4 dəfə gəldi, bu 5-cidir. Hər dəfə gəldik, bəzi məsələlərə görə buraya icazə vermirdilər. O gün çox təşəkkürümü bildirirəm. Dağlar müəllim, sizə təşəkkürümü bildirirəm. Mən ümumiyyətlə o işğaldan azad olunmuş torpaqlarımıza ən birinci gedəndə o döyüşdüyüm yerə gedirəm. O harda şəhid olub, istər Kəlbəcərdə olsun, istər Laçın olsun, istər Ağbərə istiqaməti olsun, istər Murovda qış əməliyyatı olsun. Həmişə ancaq getdiyim birinci oradır. Ondan sonra əlbəttə ki, yaşayırıq, gedirsən, oturub, necə deyim, adicə bir, istəyirsən nəsə şən, bir söhbət eləyəsən, yada düşür, insan yenə də gedir həmin vaxt. İnşallah yani bunu da diyeyim, indi o izleyenler görəcəklər də. Yani az vaxtda bizim yeni seriallarımız başlayır. Bizim olacaqdı Ağdərə istiqamətində gedən döyüşlərimiz, Vənk hücumumuz, Artunaqamer, Kaçakoz, nə bilim, Qozdu filan bu istiqamətdə gedən döyüşlərimiz çəkiləcək. Harada şəhidlərimiz olub orada. Ondan sonra təzədən bax bu Xoçazda gedən döyüş haqqında 713-dən danışıram. 713-də burada döyüşlərimiz demək olar təzədən çəkiləcək. Oldu, sağ olun, Allah razı olsun hər birinizdən. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin.
Amin. Amin. Deməli, Balay müəllim, Dağlar müəllim, əvvəla hər ikinizi salamlayıram. O yerdə ki, mən bax bu yerdə, bax bu durduğumuz ərazidə 1992-ci il iyun ayının 12-sində ermənilərin bir taburu Ağdərə istiqamətindən Ağdərədən Kəlbəcərə və Akçarəklər kəndinə hücum edən əməliyyatın qarşısında durmuşam. Deməli, bizim əsas postumuz o oldu, görürsənmi, o təpənin başında bir Bışka olan yer. Bax o bışkanın yanında, o iki dənə bışkaların yerində bizim post var idi. AGS-lə DŞK bu postaydı. PK Pulamyot o birisi postaydı. Bir də əsas əskərlər, bax bu qayalığı görürsənmi, bunun arxasından elə xerbet ata bəliyində yer var. Ora qədər də tağımın digər əskərləri durmuşdur. Allah rəhmət eləsin Vaqifə, heç vaxt mən onu yadımdan çıxartmaram. Vaqif rəhmətliyində 26 nəfər çərəkdar vücudu var idi, tağımı vardı. O tağım da mənə elə bir ki, tabeliyimə verilmişdi. Biz bir yerdə buranın çərəkdar kəndinin müdafiəsində durduq. Və ayın 12-si səhər tezdən əskər məktəbdə qalırdı. Mən qərargah məktəbdə idim. Gəldi mənə dedi ki, komandir, bəs Polad kişi deyir ki, Polad kişi var burada, çərəklərdə axırda, onun ev axırdaydı. Deyir, malı novatlayanda gördüm ki, ermənilər ata pəyəsinin düzündə 6-7 erməni var. Ben dedim, erməni nədir, zat nədir, belə şey mi var? Götürdüm, mürşid var idi çərəklərdən, benzavoz sürürdü. Həmin mürşidi də götürdüm, gəldim, deməli, bax, o dağın o üzündən, məktəbin yanından qalxdım, gəldim, orada əskərlərə dedim, uşaqlara dedim ki, əskərlər, deyilənə görə ermənilər gəliblər, o şum hamı hazır vəziyyətdə bütün mövqelərdən ateş sektorlarımızı gözlüyor. Dedim, mən 6 nəfər, 5 nəfər öz əskərim edəmişim, mən də 7-ci adam. Biz o dağın arxasından gəldik, bu yuxarıda dərə var. Dərədən altladıq, gəldik Atapayası'ya. Gəldik, orada mürşid, mən açığı cığırla getməyə qərarlaşmışdım. Biz cığırla gedim ki, o düzə çıxar. Mürşid dedi ki, erməni 100% qabaqdadır, bizi qıracaqlar. Və biz belə sıldırım yer var idi. Cırmaqlaşa orayla qalxdıq yuxarı təpənin üstünə. Bir 20 metr daş qaya vardı. Qayanın arasında keçəndə biz ateş etdik. And olsun Allaha güllələr bax böyrümüzdə, başımızda torpağı qaynadırdı. Və tez dala çəkildik. Daha heç oldu biz ateş atmadıq. Dala çəkildik bunları yavaş-yavaş yaxınlaşmağa başladık. Gəldik ki 6 nəfərdilər. Biri PK Pulamyotu qoyub uzadıb yerə, bizi bax o postu gözləyir. Posta istiqamətləndirir. Bəli, orada gözləyir. Biri qumbara atandı, o da qumbara atandı, mərmini də taxıbdı qumbaraya. Qumbara atana taxıb, o da yol tərəfi gözləyir. Oradan o aradan yol görsənirdi. O birisilər də ikisi avtomatdan durmuşdu. Biri kənardaydı, kamuflyajda, Əzgil ağadı vardı, onun birində otururdu. Mürşidə dedim ki, Mürşid, mən o PK Pulamyot atanı vuracaq. Siz hərəniz birini, o silahsızı atın, o Əzgil birində oturan. Bir dəqiqə yox, bir dəqiqə sohbət qədər 30 saniyənin ərzində onun altısını öldürdüm. İşqvaldır, belə xəncər, nə deyirlər ona o, belə Rus dilindən, Sasvetosnadon deyirlər. O ki, cəmləşmiş atəşlə bunları hamısını 30-40 saniyənin arasında məhv elədi. Və tez düşdük aşağı, bunların silahlarını götürdük. Bir də baxdım ki, bax oradan Ağdərə tərəfdən ülkələrdə göstəriləcən pavarot var. Gördüm pavarotdan bir dənə BMP-2 çıxdı. BMP-2 çıxdı, oradan başladı bizim posta ateş etməyə. Tez daha mən orada qalmağa adəti yeri yox idi. Və yuxarıda bir əskər göndərdim, dedim yuxarıdan baxıyor, birdən ermənilər yuxarıdan göndərərlər. Bizə dedi, komandır, odur, onda elə meşəlik böldü, çox. Dedi, komandır, 20-30 nəfər erməni yuxarıdan bizə təqdir. Biz də silahlarını zadını götürdük. Mən qaçdım, gəldim həmin o posta. Deməli, 4 saat biz erməniyə müqavimət göstərdik. Erməni qoymadıq, bax, bu pavarotdan qabağa keçər. Onların BMP-2'si gəldi, bax, düz burada vurdu, bax, həmin bu pavarot. Buradan başladı çərəklərdə, o oldu, o bəyək göstərdiyi Vaqif Gili, rəhmətli Vaqif Gilinin evi görsənir, bax, o da hana, bax, hördü görsənir, taxtın üstündə.
Hemen oraya başladı oraya ateş açmağa. Bizim orada da post var idi de. O post həmişə buranı gözləyirdi, texnikanı gözləyirdi. Başladı atmağa. Ona kimi daha artıq mən Briqada Yarasçı'nın xəbər vermişdim. Briqada komandiri Zadir Rizayev bir də gördüm rəhmətli gəlib böyrümdə RPK prefektdən ateş açdı. Kim? Zadir Rızayev. Zadir Rizayev. Ermənilərin də kamazları ikisi burada durub. Bütün şəxsiyyət var buradan görəsiniz. Fermanın yerində, biz gələndə baxacaq. Fermanın yerində yanına tökülüblər. Deməli bala, ona kimi mən bir Asif halında bir əsgərim var, bir Gürcistan vətəndaşıydı. Amma bizdən, bizim bölükdə döyüşürdü. O oradan granatometu götürdü, 2 dənə də bərmi ilə zamkamızı dedi ki, de komandir, mən gedib o BMP'ni vuracağım. O oradan ağaçların arasından, daşların arasından basqalanarak düşdü, gəldi bura çayın qırağına. Mən əskəri də görürəm, BMP'ni də görürəm. Dedim ki, bu vura bilməsə bunu vuracaqlar. Ona kimi bizim BMP-1 Reydi Batriyat şeydə, Civə zavodunda. Reydi Batriyatda kim idi oldu? Qəhrəman gibi. BMP-1 gəldi, mən Rusya'da qışqırdım ki, bizim komanda məntəqəsində Kambirik o şeydəydi, Kambirik'in sürücüsündəydi. Dedim, sən onlara əlaqəyə girə bilsən, deyilən ki, bayaboy vəziyyətdə geçsin. BMP-1 polnu döyüş vəziyyətində gəldi, bax burada 3 metrdən ispat eləyə bilmədi. Ermənilərin BMP-2'si oraya atırdı bizə. Deməli, bu puşkanı fırlayanda, bax buradan qayanı vurdu. Qaya yerə düşdü, ona ki bizim BMP vurdu, düz polundan vurdu. Düz başlayanın altından BMP-2'ni vurdu. Başlayanı qaldırdı, başlayanı qopdu yerindən, düşdü bax bura çaya. Bir dənə navetçik operator buradan çıxanda asılı qalıb yanmışdı. Onu da sonra bir yanmış erməni meydini yerindən sonra öldü. Ondan sonra biz döyüşü davam elətdirdik. Ermənilər oradan başladılar qaçmağa. Onlar oradan qaçanda mən DŞK ilə bir dəqiqəyə son yerdiydəm. Oradan o qaçanları vurdu. Hardasa indi Ermənistan radyosunun verdiyi məlumata görə onlardan təxminən bir 67-70 nəfərə yaxın erməni burada məhv eləmişdir. Və yaralılarını da indi gedəndə göstərəcəm, o qabaqda bir pavarot var. Orada bəlkə bir yalancılar sözü bir 500 dənə bəlkə işbiri satmışlar yerə. Və onları gönül yaralılara da yardım göstərmişlər. Və biz qoymadıq erməni bütün sənətlər zamanında kətdə yaşayırdı. Və biz şəxsən mən qürur duyuram ki, mən o zaman o kət zamanından Allah rəhmət eləsin, həmən döyüşdə bir dənə Yunus gəlib rəhmət elədi. Orada baxmalı burada yukarı qalxanda fındıqlıq var. Dərənin içində bizim uşaqlara aparanda, patron aparanda kömək məqsədində patron daşıyanlar. Ermənilər bu təpənin üstünə çıxanda vurmuşdular. O da görünür yaralanmışdı, sürünə gedib dərənin içində fındıqlığın dibində şəhid olmuşdu. Sonra onu bir gün sonra tapdı. Kət cəmaatına soruşdu, bəs ölən itər dedilər, bir dənə Yunus müəllim yoxdur. Tağımı səyahsız günü bütün bu dərə yuxarı şeylərim ki, axtaraq tapaq, bir də gəldilər ki, komandir bəs fındıqlıqda rəhmət. Sizdən itkib əskərlərdən? Yox, bir nəfər də itkib olmadı. Yox, bir nəfər əskərə rekoşet daşa dəyən güllə sinəsindən batmışdı, o da göyərtmişdi də. Girməmişdi, paltarda girməmişdi içəri. Vəssalam. Bir dənə də itkimiz olmadı, nə yaralı, nə də şəhid olmadı. Həmən vaxt o Zadir Rızayev əslində o. O deyirsən gəldi, PK pulemyotdan ateş açırdı. Sonra Zadir Rızayev RPK'dan olsun. Zadir Rızayev sizin yanınızda qaldı mı? Hansı istiqamətə getdi mi? Yox, o öz döyüş tapşırıqlarını verdi mənə. O rəhmətli ilə bərabər sonra, bir gün sonra getdik biz. Ermənilərin o özdə mənlə bərabər getdiyini qabaqda döngəni göstərəcəm. Orada onların o yaralılara göstərilən yardım yerinə qədər getdik. Hə, onların bir BTR qalmışdı orada. BTR'in də motoru stuk eləmişdi. Ona görə sıradan çıxmışdı, BTR'də qoyub getmişdilər. Sonra o mənə döyüş tapşırıqlarını verdi və getdik qərargaha. Qılıçlıya getdik qərargaha. Ondan sonra biz burada
başqa cür mövqelər qurduq şeydən. Bəli, özür istəyirəm, bir dənə sual verəcəm sizə. Bunu istərsəniz verməliyəm. Orada hansı batalyonundur? Neçə saylı batalyonundur orada sizin? 701 saylı hərbçilərin 1-ci batalyonunun 1-ci rotasının elə 1-ci tağımı idi. Mən 1-ci tağım komandiri idim. Ha. O vaxtda siz özünüz 710-un komandiri deyildiniz də demək? Yox. Mən onda tağım komandiri idim. Ha, 701-də tağım. 701-ci taburun da 1-ci rotanın tağım komandiri idim. Aydın. Və belə mənim xatirələrim, bax indi mən bu daşları, qayaları görəndə doğrudan da ürəyimdən elə bir hisslər keçir ki, onun sözlə ifadə edə bilmirəm. Bir dənə necə deyim, bu günün özündə də fəxrlə, qürurla deyirəm ki, mən şəxsən Çərətər cəmaatının bax o döyüşlərdə itkisiz, sağ-salamat öz yurtlarında, yuvalarında qalmağında şəxsən mənim əməyim olur. Allah canınızı sağ eləsin. Sağ olun. Təşəkkür edirəm. İndi qabağa gedəndə də orada bir şeyləri deyərəm, lent alarsan. Yəni bu döyüşün tamamlanması üçün mən buradan həmin o döyüşlərdə iştirak edən əsgərlərimin hamısına dərin minnətdarlığımı bildirirəm. Allah Vaqifə qəni-qəni rəhmət eləsin. Bu Çərətər kəndində Vaqif o tağımın... Bu əsgərlərdən adlarından yadınızda qalanı başa çəkə bilərsiniz. Ədalət, Müşfiq, Zavur, Cəlal, onlar hamısı mənim əsgərlərim bir yerdə döyüşürdü. Onlar 100% bu ətlərə baxan kimi xatırlayacaqlar ki, komandir gelib gör hara çıxdı. Mən istəyərəm ki, o tağımı elə bir imkanım ola, elə bir şərait ola ki, o tağımı hamısını sağ qalanları yığıb gətirəm buraya. Bax elə bu pavarotda bir stol açıb, onlarla bir, bax burada bir, yeymişmək mərasimi bura. Nə bilim, arzulardır bunlar, təki alınsın. Sağ ol komandir.